Salam yoldaşlar, axşamınız xeyir olsun. 9 illik dim topudan leksika mövzusundan davam edirik. Birinci sual. Hər üçü omonim kimi işlənə bilər. Demişdim ki, alma sözü vurğusuna görə fərqlənir, deyilişi yazışı eyni olmur, ona görə omonim ola bilməz. A getdi. Alma sözü həmçinin E-də də var, E-də ola bilməz. Çökmə sözümüz omonim deyil, C-də getdi. Baş sözü də çox mənalıdır, D-də getdi. Qaldı B variantı. Saçmaq feili var, saçmaq. Bir də ki, saç başımızdakı tük. Burada da isim olur. Və omonimdir bir-birinə münasibətə. Daşmaq, bənd daşdı, çay daşdı, nə bilim, çən daşdı. Bir də ki, yerdən daş götürüb kimisə təpəsini əzmək üçün istifadə elədiyimiz o həmin əşya. Deməli, nə oldu burada? Bu da omonim oldu, isim və feil. Sonra qan. Qan var, damarımızda axan qan isim. Bir də qanmaq feili var. Anlamaq mənasında. Deyirsən, sən nə qanmaz adamsan. Yəni, qanmırsan, başa düşmürsən. Bu da oldu omonim. Məna baxımından məntiqi ardıcıllığı gözləməklə cərgəni tamamlayın. Mənlik, şəxsiyyət, şərəf. Heysiyyət. Sinonimdir də bunlar. Lətafət olmayacaq ki, mənlik sözünün sinonimi lətafət olmayacaq, insaf olmayacaq, ədalət olmayacaq, mənafi olmayacaq. Heysiyyət ilə şəxsiyyət deməkdir. Mənliyin olsun, şəxsiyyətin olsun, şərəfin olsun, heysiyyətin olsun. Görürsünüz, bunlar hansı nədir? Sinonim. Verilmiş nümunədə nöqtənin yerinə hansı söz daha uyğundur? Bir-bir qoyub yoxlayaq. Əl yetmək, sözü yetmək, topa yetmək. Əl yetmək deyilən bir ifadə varmı dilimizdə? Əl yetmək nə deməkdir? Amma əl atmaq deyə bilərik var. Sözü atmaq, sözü atdım, yiyəsi tutacaq. Bir də topa atmaq. Topa atmaq nə deməkdir? Top atmaq olar. Topa tutmaq olar, amma topa atmaq belə bir məna ifadə eləmir, heç bir mənana. Əl çatmaq, sözü çatmaq, topa çatmaq. Sözü çatmaq deyə bilərik, topa çatmaq da deyə bilərik, amma əl çatmaq nə mənanı ifadə edir ki, götürək bunu. Sonra əl almaq nə deməkdir? Əli gedib hardansa alırsan. Məcazi məna kimi də heç bir mənanı vermir, həqiqi məna kimi də heç bir məna vermir. Amma D-yə baxın, cavabımız elə D olacaq. Əl tutmaq, yəni yardım eləmək. Sözü tutmaq deyir, sözü göydə tutur, yəni tez başa düşür. Topa tutmaq deyir, kimisə topu atəşinə tutdu. Cavab D olacaq da. Sonra 4-cü sualda verilmiş nümunədə nöqtələrin yerində hansı söz daha uyğundur? Köynəyin başı olurmu? Çayın başı deyərsən, ağacın başı deyə bilərsən, amma köynəyin başı ifadəsi yox, elə bir ifadə yoxdur. Köynəyin ayağı mı olur? Köynəyin ayağı ifadəsi də olmaz. Köynəyin qolu olar, çayın qolu olar, ağacın da qolu olar, cavab C. Köynəyin kökü mü olur? Ağacın kökü olur. Köynəyin, çayın kökü olmur. Ağacın gövdəsi olur, amma çayın gövdəsi, köynəyin gövdəsi mənası uyğun gəlmir. Daha uyğun C variantıdır. 5-ci sual. Sözlərdən birinin leksik mənası düzgün izah olunmamışdır. Nikbin, kədərli, dərdli. Bu əksinədir uşaqlar. Dilimizdə var nikbin, bir də var bədbin. Bədbin sözünün mənası bədbin. Bədbin sözünün mənası kədərli, dərdli götürə bilərik. Amma nikbin necə? Nikbin deyir əhval-ruhiyyətdəsən, yəni daha enerjik, daha müsbətə köklənən, müsbət danışan mənanı verir nikbin. Amma bədbin sözü kədərli və dərdli mənalarını verir. Nikbin sözü həyatdan razı, şən, ümidli, gələcəyə inan, gələcəyi yaxşı görən, optimist insanlara nə deyirlər? Nikbin. Bədbin isə bunun əksi olacaq. Həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan, kədərli, dərdli mənasını verir. Ümumən böyük dəniz okean. Bu düzdür. Riyaşar, ikiyüzlü, hiyləgər, düzdür. Xəzan payızda yarpaqların tökülməsi, nəfəslik, pəncərənin balaca gözü, Fordoçkada deyirik buna. Yəni, rus sözüdür, Fordoçka təbii ki, amma biz milli olaraq nəfəslik deyirik. Deməli, cavabımız burada nə oldu? A variantı.
Sözlərdən birinin leksik mənası düzgün izah olunmamışdır. Aforizm yığcam və dolğun mənalı ifadə, ilxı ad toplusu, liman bitki növü, lətafət, incəlik, sirli, mətin, davamlı, dözümlü. Burada da cavabımız olacaq C. Liman bilirsiniz nədir? Liman gəmilərin dayandığı yer, dənizin sahili. Yəni bura liman deyilir. Bitki növü limondur. Liman deyil. Yəni limon əslində meyvədir, bitki növü də deyil, amma liman sözünün leksik mənası bu deyil. Ona görə cavab bu oldu. Digər bütün mənalar uyğundur. Baxın, buradan həmçinin yanlış fikir C də düz deyilmi? Deməli A, B, D, E doğrudursa, bu sözlərin mənalarını da doğru qeyd edib öyrənə bilərsiniz. 7. Tovuz kimi qalxdın çeşmə başından, bütün gözəllərin gözəli güllü. Altından xətt çəkilmiş sözün sinonimidir. Çeşmə, tovuz kimi qalxdın çeşmə baş. Çeşmə nədir? Bulaq. Çeşmə, bulaq bir-birinə münasibətdə sinonimdir. Biri gəmilərin düz yolla hərəkətini tənzimləyən işarədir. Bu nə olacaq? Mayak. Deməli, gəmilərin düz yolla hərəkətini tənzimləyən işarə oldu mayak. Bəs kurqan nədir, bürd nədir, sərdabə nədir? Gəlin onlara baxaq. Kurqan sözü əsasən qədim dövrlərə aid torpaq və ya daşla örtülmüş dəfn məqsədi daşıyan süni bir təpəcik mənasını verir. Sonra türbə nədir? Türbədə qəbir, məzar, böyük yaxud müqəddəs sayılan şəxslərin qəbirləri üzərində tikilən və sonradan çox vaxt ziyarətgah olunan bir bina deyək də, ona deyilir türbə. Sonra sərdabə. Sərdabə nədir? Bir və ya bir neçə ölünün basdırıldığı üstü tikili qəbir, məqbərə, tabutu deyir sərdabəyə qoymaq. Bürc. Bürc nədir? Qədim şəhər hasarları üzərində müşahidə və müdafiə qülləsi. Bir də ki, astrologiya elmi ilə bağlı olan qız bürcü, şir bürcü bu mənaları verə bilər. Ona görə burada cavabımız C oldu. Deyir, altından xətt çəkilmiş söz 9-cu suala baxırıq. Altından xətt çəkilmiş sözlər adlanır. Geyini bildiyi yar sarı, sarı rəng. Bayqu ilə yar sarı, Kəbədə ölsə aşıq, yönün qoyun yar sarı. Yönün qoyun yar sarı nə deməkdir? Yəni, yönün qoyun yara sarı. Yəni, yara tərəf qoşma kimi işlənir. Bu da homonimdir. Yəni, yön istiqamət bölür. Məsələn, evə sarı bu mənanı verir. Bir də rəng mənasını vermişdir. Cavab C olacaq. 10-cu sualda deyir ki, göylərə, dəqiqəmiz gedir. Göylərə baxıram, qapısı bağlı, yerlərə baxıram, bağçalı bağlı. Qapı bağlı. Sözün kökü bağlı ilə olur, bağ olmur. Yerlərə bağçalı bağlı, bağçalı bağlı sözün də kökü bağdır. Bir də bağlı da leksik şəkil çoxdur. Başlanğıc forması hər ikisində bağlı, bağlı. Bunlar da bir-birinə nə olacaq? Homonim. Cavab onda da D olacaq. Sonra altından xətt çəkilmiş sözlər adlanır. Bağından yarpaq sarı, gül sarı, yarpaq sarı. Yarpaq sarı nə deməkdir? Yəni yarpaq sarı rəng. Burada rəng mənasını bildirdi. Yar əlindən yaran var. Gəl yarama ağ sarı, sarı, sarımaq. Məsələn, deyir gəl yaramı sarı. Bu da feil olur. Sarı, feil. Bu da bir-birinə nə oldu? Homonim. Cavab A. Qarı düşmən dost olmaz kitabı Dədə Qorquddan nümunədir. Deyir, altından xətt çəkilmiş sözləri leksik məna baxımından nə sayılmalıdır? Düşmən dost. Antonim. Hansı cərgədə eyni hərəkəti bildirən sinonimlər verilmişdir? Gəlmək, getmək eyni hərəkəti bildirmir. Biri gəlməkdir, biri getməkdir. Danlamaq, başa salmaq. Başa salmaq, danlamadan da başa salmaq olar. Yəni, eyni hərəkəti bildirmədi. Demək başqa, eşitmək başqa. Başlamaq. Amma oturmaq, əyləşmək hər ikisi ilə oturmaq mənasını bildirir də. Otur da deyəndə oturursan, əyləş deyəndə də əyləşirsən. Yəni, eyni hərəkəti bildirdi və bir-birinə münasibətdə sinonim. Həm isim, həm də sifət kimi işlənə bilən homonim sözdür. Qaz homonimdir, amma sifət kimi deyil də, feil və isim kimi işlənə bilər. Həmçinin qitədə isim kimi hər iki mənası min
Feil, neyt, atı min, eşeği min, maşına min. Feil, bir də ki, say olaraq 999-dan sonra gələn rəqəm. Ləpədəki qoz fındıq ləpəsi var, dəniz ləpəsi hər iki mənada nə olur? İsim olur. Amma dolu insan, yəni kök mənasında necə olur? Sifət. Bir də deyirsən ki, dünənləri dolu yağmışdı. O da isim. Deməli, bir mənası sifət oldu, bir mənası isim. 15-ci suala baxırıq. 15-də nə deyir? Deyir ki, həm isim, həm də sifət kimi işlənsin. Yenə də bu buruq necə? Saçları buruq. Bir də deyirsən ki, buruq, neft buruqları. Burada da isim oldu. Cavab D. 16-cı suala baxırıq. 16-cı sualda bir hansı dərəcədəki sözlərin leksik mənası yoxdur? Dünya, təkcə səma, kitab, həyat. Axı kaş tək. Köməkçinin hissələri uşaqlar. Köməkçinin hissələrin leksik mənası yoxdur. Cavab E. 17-ci sual. Cümlələrin birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub. Arzumuz ali məktəbə qəbul olmaqdır. Qorxudan Asifin canına üşütmə düşdü. Canına üşütmə düşmə ilə qorxmaq mənasını verir də. Elə bu xəbərimiz frazeoloji birləşmə ilə ifadə olunur. Sonra atılıb düşməkdir. Güclü yağış yağmağa başladı. Burada hər hansı bir frazeoloji birləşmə yoxdur. 18-ci suala baxırıq. 18-ci sualda da deyir xəbəri frazeoloji birləşmə ilə. Məqsədim ədəbiyyatçı olmaqdır. Burada frazeoloji birləşmə işlənməyib. Sevincindən oynayıb gülürdülər. Burada da frazem yoxdur. Güclü külək gözlənilir. Burada da heç bir şey yoxdur. Uşaqlıq illərimin xatirələrini dostlarımla bölüşdüm. Burada da yoxdur. Mən dostumu yola saldım. Demişdi ki, yola salmaq nədir? Frazeoloji birləşmədir. Bu cümlənin də xəbəri frazeoloji birləşmə ilə ifadə olunur. Cavab B. 19-cu sual. Hansı dərəcədəki sözlər homonimdir? Kitab homonim deyil. A variantı getdi. Sonra hündür. Hündür deyilən bir homonimimiz yoxdur. Gənc, cavan, qoca. Bu homonim deyil bunların ismi. Amma top. Top var, hərbi topu. Hərbi batalyon topu. Top. Top atəşi. Bir var, bir də hər o 5 dəqiqədə o tənəffüsdə o topun dayıca qaçır, sizə əsir olmuşsa o topun dayıca. Bir də o bal, hər səhər o balı yeyib dərsə gəlirsiniz odur. Bir də ki, imtahanda gedirsiniz o biabırçı nəticə ilə üstünüzə gəlirsə, bax, həmin o baldır. Ayda ki, axşamlar zəif bal toplayanda aya baxıb fikirləşirsiniz, dərdə qəmə batırsınız, o həmin aydır ki. Bir də ki, ay var nə? Sentyabr, oktyabr, noyabr, dekabr, deməli bütün sözlərin homonimdir. 19-cu sual. 20-də deyir homonim, sinonim, çox mənalı, 4-də nə olmalıdır? Ara söz, həmcins, mübtəda, ədat, antonim. Təbii ki, homonim, sinonim, çox mənalı sözlər bunu hardan öyrənirik? Hansı mövzuda öyrənirik? Leksikada. Deməli, variantlarda da leksikaya aid olan variantı seçəcəyik. Cavab D. 21-ci sual. Deyir, hansı sözlər həm homonim, həm də vurğusuna görə fərqlənən söz kimi düşünülmək olar? Uşaqlar, o sözlər ki, həm vurğusuna görə fərqlənir, həm də homonimdir. O sözün 3 dənə mənası olmalıdır. Burada da cavab A-dır. Bir sözün 3 dənə mənası varsa, o həm vurğusuna görə fərqlənən söz kimi götürə bilərik, həm də homonim kimi. Gəlin baxaq. Alın sözü demişdim ki, insanın... Bir dəqiqə qoy. Baxın, alın sözü demişdim. İnsanın alnı. Bir də ki, evə gələndə çörək alın, feilin əmr şəklində. Demişdim ki, bunlar alın, bir də alın. Vurğusu birində sondadır, birində də əvvəldadır. Bunlar bir-birinə münasibətdə homonim deyil. Düz deyilmi? Bir də var alınmaq. Deyir, mən filan kəsdən alındım, yəni incidim. Alındım, alın. Burada da vurğu sondadır. Baxın, bununla bu, bundan bu. Bir-birinə münasibətdə homonimdir. Amma bununla bu homonim deyil. Bununla bu homonim deyil. Yəni, daha da belə detallı yazım. Bu olsun 1. Pis günə qoydum buranı bir dəqiqə.
1 alın, 2 alın, 3 alın. Bu oldu alın, insanın alına isim. Bu oldu evə gələndə çörək alın fiilin əmr şəklində. Bu da alınmaq, incimək mənasında verir, düzdürmü? Bax, bu var ya, bu insanın alını ilə üçüncü olan alınmaq fiili bir-biri ilə homonimdir. Amma 1 ilə 2, 1 ilə 2 bir-birinə münasibətdə homonim deyil. Sonra 2 ilə 3 bir-birinə münasibətdə homonim deyil. Amma 1 ilə 3 bir-birinə münasibətdə homonimdir. Yəni, deməli, bu vurğusuna görə həm homonim sayılmır, 1 ilə 2, 2 ilə 3. Amma 1 ilə 3 bir-birinə münasibətdə homonimdir. Həmçinin qoyun sözü də. Gəlin qoyun sözünü yazaq. 1 qoyun, 2 yenə qoyun yazıram, 3 qoyun. Var qoyun həyətimizdə saxladığımız qoyun, heyvan mənasında. Var, deyirəm ki, kitablara yerə qoyun. Bir də qoyun qucaq mənasında. Uşaqlar, baxın, 1 ilə 2 bir-birinə münasibətdə homonim deyil. Çünki ikinci söz vurğuya görə fərqlənir. 2 ilə 3 də bir-birinə münasibətdə homonim deyil. Çünki 2-də vurğu fərqli yerdədir. Baxın, 1 ilə 2-yə baxın. 1-də vurğu 2-dədir. Amma 2-də 1-dədir. Deməli, 2 dənə sözdən birinin vurğusu ikinci, birinin vurğu birincisidirsə, deməli, onlar bir-birinə münasibətdə homonim deyil. 2 ilə 3-ə baxın, yenə də 2-də vurğu 1-dədir, 3-də vurğu 2-dədir. Bunlar da yenə bir-birinə münasibətdə homonim deyil. Amma 1 ilə 3 bir-birinə münasibətdə homonimdir. Hər ikisinin vurğusu sonuncu hecadadır. Hə, bu qədər sadə. Buranı silək. Keçək 21-ci suala. Daha doğrusu 22-ci suala. 22-ci sualda deyir ki, frazeoloji birləşməni mən qolunu qaldırmaq. Həqiqətən də qolu qaldırırsansa, deməli həqiqidir. Başını tərpətmək. Başı tərpət sağa sola. Görürsən ki, tərpənir, deməli hə. Qulağını qaşımaq. Qulağı qaşımaq da həqiqi mənada. Həqiqətən də qulağı qaşıdır. Şad olmaq da, şad olmaq heç frazem deyil, bu feildir. Cin atına minmək. Frazeoloji birləşmədir, yəni əsəbiləşmək. Başından tüstü çıxmaq frazeoloji birləşmənin hansı məna uyğundur? Başından tüstü çıxan nə deməkdir? Yəni əsəbiləşmək. Dil ötmək yox, yalvarıb yaxın, əldən ayaqdan getmək, nəfəs yanıb yaxılmaq. Cavab E. Sonra 24-cü sual. Hansı cümlədə sifət məcazi mənada işləmir? Camal bacısına soyuq su verdi. Həqiqətən də su soyuq olur. Burada məcazilik yoxdur. O şirin çörəyi xoşlayır. Çörək şirin ola bilər. Onun çox ağır xasiyyəti var. Neçə kilo xasiyyəti var? Cavab C. Deməli məcazidir. Səhərlər şirin çay içmək faydalıdır. Həqiqətən də çay şirin olur. Soyuq külək həqiqətən də soyuq olur. Cavab da 24-də C oldu. 25. Nigar almanı soydu, quldurlar taciri soydular. Bir-birinə münasibətdə deyil, nədir? Nigar almanı soydu, bir də quldurlar taciri soydu. Həqiqi mənadadır, düz deyilmi soymaq? Amma quldurlar taciri soydular, yəni qarət elədilər mənasındadır. Çox mənalıdır, məcazilik var burada. 26. Sözlərdən biri homonimlik xüsusiyyətini daşıyaraq isim və fiil kimi işlənir. Yəni homonim olsun, bir mənası fiil olsun, bir mənası başqa bir isim olsun. Baxırıq, bilək, sancaq, yığın, əkin, bir də ki, böyür. Cavab E, böyür. Böyürmək. Heyvanlar acından böyürür. Bir də böyür, insanın böyrü, deyirəm, böyrüm ağrıyır. Bu mənada isim olur. 27-ci sual. Altından xətt çəkilmiş sözlər bir-birinə münasib. Pis, yaxşı, nəyin var demək malındır, lakin sənə vacib öz kəmalındır. Pis, yaxşı. Əks mənalı söz antonim. Altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nədir? Düzlük, əyrilik, yəni də antonimdir. 29-cu sual.
Qürbət çörəyini yeyən mühacir vətən havasıyla yaşayar ancaq. 29-cu sual. Qürbət, vətən bir-birinə münasibətdə nədir? Əks mövqedə dayanır da, düz deyilmi? 30-cu sual. Deyir, homonimlərə aid edilən fikirlərdən biri qrammatik şəkildə artırmaqla da homonimlik yaratmaq olar. Yanlış elə budur. Qrammatik şəkilçi ilə homonimlik yaranmır. Homonim sözün kökünə görə müəyyən, sözün başlanğıc formasına görə müəyyən olunur. Bir də leksik şəkilçini ilə yaratmaq olur. Amma qrammatik şəkilçi ilə homonimlik yaratmaq olmur. Çünki qrammatik şəkilçi yeni bir söz yaratmır. Ümumi ismin xüsusi ismə keçməsi homonimlik deyil. Bəli. Həm eyni, həm də müxtəlif hissəsinə aid ola bilər. Düzdür. Bir hərf və ya səs fərqi olan sözlər homonim deyil. Düzdür. Vurğusu dəyişməsilə mənası dəyişən sözlər homonim deyil. Bu da bəli. Cavab A. 31-ci sual. Sözlərdən birinin leksik mənası düzgün göstərir. Resept, dərman, xörək və s. hazırlamaq üçün yazılı təlimat. Bəli, həkim məsələn resept yazır və yaxud da hər hansı bir salatın resepti, tortun resepti. Poliglot, çox dil bilən, düzdür. Labirint, dolanbac və dolaşıq yollar olan tikili, bu da düzdür. Səyyar, daimi bir yerdə qalmayan, istənilən yerə daşınan, bu da düzdür. Fauna hər hansı bir ərazinin bitkilər aləmi deyil. Flora da hər hansı bir ərazinin bitkilər aləmi. Fauna bitkilər yox, heyvanlar aləmidir. Bu sözləri qarışdırmayın, tez-tez qarşımıza çıxır. Flora Kərimova deyil təbii ki, qarışdırmayın. Fauna. Flora, fauna. Bax, burada yazılıb, hər hansı bir ərazinin bitkilər aləmi. Bitkilər aləmi floradır. Baxın, bitkini bir qadın kimi yadınızda saxlayın. Flora xanımla yadınızda saxlayın. Flora nədir? Bitki. Amma fauna da nədir? Heyvanlar aləmi. Aydın oldu da yəqin ki. 32. 32-ci soru. Otağın genişliyi və ürək genişliyi. Ürəyin genişliyi təbii ki, çox mənalıdır. Məcazi ibarə çox mənalıdır. Hansı sözün leksik mənası düzgün göstərir? Sənəd, peşə, ixtisas. Düzgün deyir, izah olunmuşdur. Sabit dəyişkən, ötürü təsadüfi, yarımada üç tərəf əhatənin qadirlik. Burada cavabımız nə olacaq? 33-də. D. Yarımada üç tərəfi su ilə əhatə olunan quru sahə. Ada isə dörd tərəfi su ilə əhatə olunan quru sahədir. Bax, sənəd var, bir də sənət var. Sənəd, bir də sənət. Bunlar fərqli. Sənət peşədir. Sənət, məsələn, müəllimlik peşəsi, müəllimlik sənədi. Bir də sənət də deyirik, sənədləri gətirib bankomata verməyə və yaxud da sənədləri məktəbə aid sənədləri var. Kağız. Amma fərqli. Bu da D-dir axırı. D olanda nə olur? Kağız mənasıdır. Peşə ixtisas mənasını vermir ki, səhvdir. Sabit dəyişkən deyil. Sabit dəyişmir. Dəyişkən olmur. Sərbəstdir dəyişkən. Ötürü təsadüfü. Xeyr. Ötəridir təsadüfü. Cavab oldu D. Qadirlik, bacarıqsızlıq, qüdrətsizlik. Bu da nədir? Düzgün izah olunmayıb. Gülərüz sözünün leksik izahı ilə bağlı səhv fikir. Köhnəlmiş sözdür. Gülərüz sözü niyə köhnəlmiş söz olsun ki? Gülərüz istifadə edirik də dilimizdə. Elə cavab aldı. Leksik mənası var. Xoş xasiyyət, mehriban, bəli. Homonim ola bilmir. Gülərüz sözü homonim deyil. Antonimi var. Gülərüz, bəli, antonim ola bilər ki, məsələn, gülərüz olmayan bir insana nə deyiriksə, o da gülərüzün əksidir. Yəni antonimi vardır. Qəm sözünün leksik xüsusiyyəti ilə bağlı səhv fikir. 35-də. Demişdim ki, izahda vermişdim bunu. Qəm isimdir. Şad sifətdir. Və mən sizə demişdim ki, antonimlər eyni diksiyasına aid olur. Yəni qəm sözü isimdirsə, onun antonim olsun, sinonim olsun.
Digər mənası da isim olmalıdır. İsim sifət ola bilməz. Cavab E. Deyir antonimi şad sözdür. Şad axı sifətdir, qəm isə isimdir. Biri isim, biri sifət ola bilməz. Çoxmənalı söz deyil, bəli, çoxmənalı söz deyil. Kədər, qüssə, dərs sözləri ilə sinonimdir, düzdür. Onun homonimliyi yoxdur, düzdür. Köhnəlmiş söz deyil, düzdür. Antonim şad sözdür isə səhvdir. 36-cı suala baxırıq. Frazeoloji birləşmədən biri hövsələdən çıxmaq ifadəsinin sinonimidir. Səbir kasası daşımaq. Hövsələdən çıxmaq əsəbiləşməkdir də, yəni. Hövsələdən çıxıb, sonra üçün səbir kasam daşdı. Bunlar bir-birinə münasibətdə nədir? Sinonimdir. Tərəf sözünün izahı ilə bağlı səhvi müəyyən edin. Antonimi yoxdur. Düzdür. Lüğəvi mənası, lüğəvi məna deyəndə, yəni leksik mənada. Lüğəvi mənası cəhət, istiqaməti yaxud hər hansı bir şeyin üzlərindən hər biri, düzdür. Arxaik söz deyil, düzdür. Sinonimi yoxdur. Tərəf sözünün sinonimi var. Tərəf, istiqamət, yön, sarı. Homonim sözdür, xeyr. Daha doğrusu, bəli. Sinonimi yoxdur fikri səhvdir, yəni sinonimi də vardır. 38-ci suala baxırıq. 38. Yaş öz işini görür, paltar yaşı idi. Və insanın yaşı, bir də ki, paltar yaşı idi, quru idi. Bir-birinə münasibəti nədir? Homonim. Yaman ov, həvəskarısan ov. Bir də ki, əlləri ilə alnını ovurdu. Bir var, ovlamağa gedirsən, ovçuluq peşəsi, ovluyursan. Bir də ki, kiminsə alnını, başını ovursan, orada da nə olur? Homonimlik olur. İmtahandan kəsildi, ağac kəsildi. Ağac həqiqi mənada kəsilə bilər, amma imtahandan səmt durub kəsmirlər ki, deməli nədir? Çox mənalıdır. Məcaziliyi varsa çox mənalıdır. Antonimlərlə bağlı səhv fikir. Antonimlik yaradan sözlərin hər ikisi milli ola bilər, düzdür. Antonim şəkilçilər antonimlik yaratmır. Bu da düzdür. Həmişə eynilik hissəsinə aid olur, bəli. Bədinlikdə biri digərini əvəz etməklə yersiz təkrarın qarşısını alır. Uşaqlar, yersiz təkrarın qarşısını alan sinonimdir, antonim deyil. Təzad təşkil edən sözlərdir. Bu da bəli. Təzad ilə əks deməkdir. 41. Hansı frazeoloji birləşmənin mənası doğrudur? Baş çəkmək, dərdləşmək. Yox, baş çəkmək kimisə yanına getmək deyir. Filan kəsin yanına baş çəkmək getdi. Ağzına su alıb oturmaq, səssiz olmaq, danışmamaq mənası verir. Cana doymaq, yəni bezmək mənasını verir. Canı boğazına yığılmaq, bezmək mənasını verir. Elə budur cavabımız. Gözə kül üfürmək, natəmizlik yox. Gözə kül üfürmək frazeoloji birləşmənin mənası natəmizlik deyil. Cavabımız oldu D. 42. Hansı frazeoloji mənası doğrudur? Canı boğazına yığılmaq, yenə də deyir, canı yığılmaq nədir? Bezmək mənasıdır, canlanmaq yox. Dilotu yemək, bəli, dilotu yemək, çox danışana deyir, nə olub, dilotu yemisən. Gecəsini gündüzünə qatmaq, susamaq yox. Gecəsini gündüzünə qatmaq çox çalışmaq deməkdir. Əldən düşmək yorulmaqdır. Üzə durmaq, yəni sən rastlaşmaq mənasını vermir də, yəni adamın deyir üzünə durur. Dirəşir, yəni bu mənaları verir. 43-cü sual. Tərkibində iki çox mənalı söz işləndirir. Üzüyünün qaşı firuzədir, ata nəticəli faydalı, kəndin ayağından başına qədər hər tərəf, kəndin ayağı, başı, iki dənə çox mənalı var. Tərkibində iki çox mənalı, uşağın şirin danışığı hamına validdir, gəminin burnu hərdən dalğalarla sanki döyüşürdü. Burada burnudur. Əskərlər üç dəstəyə, baş həkim iclasda çıxış etdi, hamını dinlədi. Nədənsə şkafın gözü, stolun ayağı. Baş şkafın gözü, stolun ayağı. İki dənə çox mənalı söz. 44-də cavab E. Baş bədənin tacıdır, gözlər onun daş qaşı. Altından xətt çəkilmiş sözlər leksik baxımından nə sayılmalı? Baş, göz nədir? Çox mənalı. Biri çox mənalı söz deyil. 46. 46'da daha doğrusu 46'da da cavabımız E olacaq. Biri çox mənalı söz deyil.
Mədə. Mədə sözü tək mənalı söz, çox mənalı. Mədəni başqa necə düşünə bilərik? Dil başa düşürük ki, məsəl üçün, olur da nəyisə, məsəl üçün ayaqqabının dili deyirik, qəlibi. O bir də insanın dili. Çox mənalıdır. Diş, məsələn, çarxın dişi insanın dişi. Baş, dağın başı insanın başı. Bel həm omonimdir, həm çox mənalıdır. Bel lapatka mənasında, bir də insanın mənası, insanın beli mənasında çox mənalıdır. Bir də ki, dağın beli deyəndə isə çox mənalı olacaq. Cavabımız elə olacaq. 47. Sözlərdən biri omonim olmaqla həm də çox mənalıdır. Çiçək, səpin, dil, ağız, diş. Dil var, Azərbaycan dili, bir də var insanın dili. İngilis dili, rus dili, bir də ki, insanın dili bir-birinə münasibətdə omonimdir. Bir də bayaq demişdim, ayaqqabının dili, insanın dili bir-birinə münasibətdə isə çox mənalıdır. 48-ci sual. Omonim ola bilən sözdür. Bənd deyirik ki, bənd daşdır, bənd. Yəni orada su içərisində su olan bir bənd. Bu mənada. Bir də ki, 4 misradan ibarət şeir bəndi. Deyirsən, müəllim, neçə bənd öyrənək? O mənada cavab 49. Bəxşiş sözünün leksik izahı ilə bağlı səhvi müəyyən edin. 49-da çox mənalı sözdür. Bəxşiş sözü necə çox mənalı söz ola bilər? Səhv burada. Omonim deyil, bəli. Termin kimi işlənmir, bəli. Hədiyyə, ərmağan sözlərlə sinonimdir, bəli. Antonim yoxdur, bəli. Çox mənalı söz deyil, axı tök mənalı sözdür. 50-ci sualda baxaq, yekunlaşdıraq. Deməli, 50-də köhnə sözün leksik. Ümumiləşdirmə sözdür, bəli. Plus minus qoyaq. Çox mənalı sözdürmü? Köhnə sözü. Səhvləri istəyirlər, düz deyilmi? Bu doğru. Çox mənalı sözdür, köhnə. Köhnə dost. Termin kimi işlənirmi? Xeyr, termin kimi işlənir. Antonimi müasir sözdür, bəli. Sinonimi yoxdur, səhvdir, sinonimi var. Omonimliyi vardır. Bu da səhvdir, omonimliyi yoxdur sözün. Deməli, burada bizdən səhvi istəyəcək olacaq. 3, 5, 6, cavab B. Hələlik bu qədər. İnşallah ardından növbəti videoda çəkib paylaşacağım. Sağ olun, salamat qalın. 51-ci sualdan davam edirik. Omonimlər cərgəsini müəyyən edin. Uşaq, omonimdirmi? Xeyr. Sahil, belə bir omonim varmı? Xeyr. Tüfəng, belə bir omonimi varmı? Xeyr. Qaz omonim olsa da körpü omonim deyil. Yay fəsil mənasında, bir də yay, ox, kaman, yay o mənada olur. At, atmaq feili var. Topu at, bir də heyvan, eşşək, at mənasında. Don, geyim, bir də ki, donmaq feili cavabımız olacaq E. 52-ci sualdan davam edirik. Hansı sıradakı sözlər antonim deyil? Açmaq, bağlamaq omonimdir, bir-birinə əksdir. Sonra yatmaq, oyanmaq omonimdir. Almaq, vermək, omonim, küsmək, barışmaq omonimdir. Ağarmaq, qızarmaq. Ağarmağın maksimum əksi olaraq qaralmaq. Niyə qızarmaq olsun ki, cavab deyil. 53-cü suala keçirik. Frazeoloji birləşməni müəyyən edin. İştirak etmək, yerbəyer etmək, məşğul olmaq, məşq etmək, göz yetirmək. Təbii ki, frazeoloji birləşmə burası. 54-cü sualla davam edirik. Quru sözü hansı məcazi məna? Quru dəsmal. Dəsmal həqiqətən də quru ola bilər. Quru odun quru ola bilər. Quru maddə ola bilər. Quru çörək ola bilər. Amma quru adam məcazi mənadadır. Dilatı yemək frazeoloji birləşməsi antonimi hansı variantda əks olunub? Dilotu yemək nə deməkdir? Dilotu yemək, yəni çox danışana nə deyirlər ki, nə olub deyir, dilotu yemisən, nə qədər danışırsan. Bunun əksi nədir? Az danışmaq. Az danışmaq isə ağzına su alıb oturmağın mənasıdır. Burada da cavab E olacaq. Hansı cərgədəki sözlər omonimdir? Bez,
Var bez, əski parçası. Bezmək feili var. Daşmaq feili var. Bir də daş var. Ov kiminsə çiynini, alnını, başını ov. Bir də ki, ova getmək. O mənada olacaq cavab A variantı. İsimlərdən ibarət sinonim dərəcəsini müəyyən edin. İsimlərdən ibarət. Almaq, götürmək görsünüz ki, feildir. Gödək qısa sifətdir. Tez sürətlə, asta, yavaş bunlar zərfdir. Ayrı, başqa, bunlar köməkçi isə isim, arzu nə, istək nə, gözlük nə, çeşmək nə, cavab B. 58-ci sualdan davam edirik. 58-də qapını bağlayasın. Bir məktub aparmaq, bir də verilişi aparmaq. Məktubu həqiqi mənada aparmaq olur, amma verilişi götürüb harasa aparmaq olmur. Aparmaq burada nədir? Məcazi mənadadır. Məcazi mənada harda var? Çox mənalı sözdür. Məcazi varsa çox mənalıdır. Zərgədə yalnız terminlərdən ibarətdir. Saat ümumiləş sözdür. Məhraba dialektdir. Lampa bu da getdi. Yalnız termin karikaturadır, portretdir, akvareldir, notdur. Bunlar yalnız terminlərdən ibarət olur. Burada da 59'da da cavab D. Quru odun, quru adam. Burada qurudur. Quru odun həqiqi mənadadır. Quru adam isə nə idi? Məcazi mənadadır. Məcazi mənadırsa nə olacaq? Çox mənalı. Quşun qanadı təyyarənin qanadı. Demişdik, təyyarənin qanadı quşun qanadına əsasən törəmə məna götürmüşdür özünə. Məcazilik vardı. Məcazilik olmasa da belə təyyarənin qanadı deyirsiniz ki, həqiqi mənadadır, düz deyilmi? Yəni yenə də çox məna olacaq. Stolun ayağı, insanın ayağı, quşun qanadı, təyyarənin qanadı. Bunlar olacaq nə? Çox mənalı. Çünki təyyarənin qanadı törəmə sözdür. Ağır və iti sözləri hansı cərgədə həqiqi mənada işlədir? Ağır söz neçə kilodur? Ağır daş həqiqətən də hə olar. İti ülgüc bu da həqiqi mənada ola bilər. Cavab D olacaq. Ağır cəza, cəzanın ağır olması burada məcazidir. Ağır gün, ağır xasiyyət, bunlar hamısı məcazidir. Amma D variantıdır. Sinonimlərdən ibarət cərgəni müəyyən edin. Ata, ana, bacı, ayrı-ayrı anlayışlardır. Dünya, aləm, cahan. Bunlar sinonimdir. Ürək, könül, qəlb, dünya, aləm, cahan sinonimlərdən ibarətdir. 64-cü sual. 64-cü sualda deyir, frazeoloji birləşmələrdən ibarət olan cərgəni müəyyən edin. Hərəkət etmək həqiqi mənadadır. Dilə gəlmək, üzrsən, yaxşı olmaq, mürəkkəb feildir. Yola getmək, aman vermək, əldən düşmək. Elə cavabımız olacaq. Yola getmək, aman vermək, əldən düşmək frazemdir. Təhsil almaq, xeyr. Qulaq asmaq, bəli. Su gətirmək, həqiqidir axı. 65-ci sualla davam edir. Yalnız antonim sifətlər, bax, tək antonimi tapmayasın, həmcə o antonimlər nə olmalıdır? Sifət, böyük, iri, düzdür, kiçik, balaca. Kiçik elə kiçikdir, balaca da balacadır. Niyə antonim olsun ki, getdi? Ağ-qara antonimdir. Gecə, gündüz, içəri, bayır. İçəri nə idi? Zərfdir, sifət deyil. Gecə, gündüz həmçinin zərfdir. Böyük, kiçik, aha. Uzun, qısa, aha. Şirin, acı. Bu da sifətlərdən ibarət oldu, antonim. Burada da böyük, kiçik, düzdür, amma qalxmaq, enmək feildir, getdi. Hərb, sülh, hərb nə, sülh nə, cinayət nə, cəza, bunlar isimlərdir. Antonim olsa da, yəni sifət deyil də, biz sifəti tapmalıyıq. 66-cı sualda deyir, hansı cümlədə məcazi mənada işləmiş sözlər, onların arasında soyuq münasibət. Soyuq münasibət məcazi mənada, münasibətin də soyuğu istisi olur. Şirin sözü hansı cümlədə həqiqi mənada? Şirin danışığı var. Şirin danışığı burada məcazidir. Üzündə şirin bir təbəssüm var idi, məcazidir. Şirin bir xatirə məcazidir. Gəncliyin şirin xatirələri məcazidir. Uşaq şirin çay. Şirin çay isə həqiqi mənadadır. Bulağın gözü, körpənin gözü.
Bulağın gözü körpə. Əlbəttə ki, nə oldu demişdik, daha çox bulağın gözü, insanın gözü, körpənin gözü. Körpənin gözü həqiqi mənada da bulağın həqiqətən gözü varmı? Yəni ifadə edirik, amma bulağın həqiqi mənada onun gözü varmı? Görürmü insanları? Görmə funksiyasını yerinə yetirirmi? Deməli çox mənalıdır da, məcazilidir. Frazoloji birləşmələrdən biri omonim kimi işlənə bilir. Üz vermək. Cavabımız üz vermək olacaq. Bir deyirsən ki, üz verirsəm astarını istəyir. Kiməsə üz vermək. Bir də deyirsən ki, filan yerdə hadisə üz verdi, yəni baş verdi. Görürsünüz, deyiliş və eynidir, amma mənaları fərqlidir. Cavab elə A olacaq. Biri çoxlu at mənasını bildirir. Bayaqki elə sualların birində var idi. İlxı. Leksik mənası düzgün verilmiş sözlərdən əvvəlki testlərdə var idi bununla bağlı. 71-ci sualda deyir, frazoloji birləşməni müəyyən başdan çıxarmaq, gedə bilmək mürəkkəb feildir. Ağac kəsmək, ağacı kəsmək həqiqi mənalıdır. İşdən gəlmək həqiqi mənalıdır. Sözün hikməti bu nədir? Söz birləşməsidir. Yəni sərbəst söz birləşməsi. Başdan çıxarmaq, yəni aldatmaq, yolundan çıxarmaq. Başdan deyil, falan kəsmək, başdan çıxardı. Frazoloji birləşmə burada A bəndidir. Köksünü ötürmək, frazoloji birləşmənin köksünü ötürmək, ah çəkmək. Ah çəkirsən, deyir, niyə köks ötürdün? Hansı sırada çox mənalı söz işlənmişdir? Çox mənalı. Bax, Kür çayı, şirin çay, bu nədir? Omonimdir. Uşağın üzüylə suyunuz isə çox mənalıdır. 50 dəfə demişəm. Bu da olsun 73. Ayağın, ayın işığı, may ayı. Buradakı ay nədir? Omonimdir. Mil düzü, sözün düzü. Burada da omonimdir, düz. Yaş, uşağın yaşı, yaş ağac burada da omonimdir, amma B variantında omonimdir. Ağız büzmək. Frazoloji birləşməsinin antonimini müəyyən edin. Antonimi, ağız büzmək. Kimisə ağız büzürsən, yəni onun antonimi nədir? Xoşuna gəlmək. Əksi olacaq. 75-ci sual. Çaşıb qalmaq ifadəsi hansı frazoloji birləşmə? Çaşıb qalmaq kələfin ucunu itirmək mənasındadır. Cavab E. Başdan daşa dəymək, yersi başına vurmaq. Çaşıb qalmaq nədir? Kələfin ucunu itirmək. Yaxşı görünməsə də oxuya bilirik. Canını oda yaxmaq. Yəqin ki, belədir. Canını oda yaxmaq frazoloji birləşməsi dəridən qabıqdan çıxmaq. Eyni mənanı ifadə edir. İstən canını oda yax, dəridən qabıqdan çıxmaq eyni mənanı ifadə edəcək. 77-ci sual. Hansı sözlər omonimdir? Çat, qat, axşam, səhər, dünya, kainat, bunlar sinonimdir. Həşarat, ağcaqanad fərqli mənalardır. Yaz, payız, axşam, səhər, çat, qat. Omonimdir. Çat, gəl mənə çat. Bir də deyirsən ki, divarda çat əmələ gəlib. Sonra qat, qat. Nəyisə üst-üstə yığarsan, qat-qat eləyirsən. Bir də nəyisə qatırsan. Fərqli məna. Ağız açmaq frazoloji birləşmə hansı mənaya uyğun gəlir? Kiməsə ağız açırsan, xahiş edirsən. Aman verməmək frazoloji birləşmənin antonimi hansıdır? Aman vermək. Aman verməmək, mərhəmət göstərmək. Antonim, aman vermirsən, kiməsə aman vermirsən. Öldürürsən tutaq ki. Düşmən aman vermədi. Mərhəmət göstərdi, onun əksi olacaq. Əldən düşmək frazoloji birləşməsinin sinonimi hansıdır? Əldən düşmək, yəni yorulmaq mənasını verir də. Nəfəsi kəsilmək də yorulmaq mənasını verirsə, deməli cavab burada D oldu. Davam edirik 81-ci sualla. Bivəfa sözünün leksik təhlilindən bağlı səhv fikir tapın. Bivəfa nə deməkdir?
Vəfasız deməkdir, düz deyilmi? Leksik mənalılaşdırır, bəli, əsas nitq hissələrinin leksik mənası olur demişik. Tək mənalıdırmı? Bəli, tək mənalıdır. Bivəfa sözünün başqa bir mənası yoxdur. Omonim kimi işlənə bilmir, bəli. Sadiq sözünün antonimidir. Bəli, sadiq, yəni vəfasız, bir də sadiq. Sinonimi yoxdur, fikir səhvdir. Çünki bu sözün sinonimi var. Sədaqətsiz, etibarsız sözləri bivəfa sözünün leksik mənası sinonimi olacaq daha doğrusu. 82-ci sualla davam edirik. 82-ci sualda yenə də sevinç sözünün leksik xüsusiyyəti ilə bağlı səhv fikir istəyir. Antonimi qəm, kədər. Bəli, sevinç sözünün antonimi sevinç, nə, qəm, kədər, bunlar da isimdir. A variantı ümumiləş sözdür, bəli. Omonim söz deyil, bəli, sevinç sözü omonim deyil. Leksik mənasının şadlıq, fərəh deməkdir, bəli. Çox mənalı sözdür, səhvdir. Bu söz çox mənalı deyil, tək mənalıdır. Sevinç sözünün bir dənə mənası var, başqa bir məcazi mənada istifadə eləmirik. 83-cü sual. 83-də deyir ki, maaş sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv. Omonim deyil, bəli. Leksik mənasına görə əmək haqqı deməkdir, bəli. Maaşlar vuruldu, əmək haqqı verildi. Tək mənalı sözdür, bəli. Antonimi yoxdur, bəli, bu sözün antonimi yoxdur. Arxaik sözdürmü? Xeyr, arxaik söz deyil. Arxaik nə idi? Köhnəlmiş sözdür idi. Arxaizmlər, tarixizmlər olaraq bölünürdü iki yerə. Arxaizm və tarixizmin fərqi nə idi? Tarixizm artıq o əşyanın nə özü var, nə adı var. Qədim dövrlərdə istifadə olunub. Sadəcə indi eksponat kimi saxlanıla bilər və yaxud hər hansısa bir səhnəni və yaxud da hər hansı bir zamanısa səhnədə canlandıranda onlardan istifadə olunur. Arxaik söz isə sözün mənası, yəni əşyanın özü var, sadəcə adı dəyişilib. Maaş sözü də arxaik deyil, yəni bu ümumiləş sözdür, dilimizdə çox istifadə olunur və cavab da burada 83C olacaq. 84-cü suala baxırıq. 84-də deyir ki, hansı omonimlər müxtəlif nitq hissəsinə aiddir? Göy var, səma, isim, bir də göy rəng. Biri sifət, biri isim oldu. Biri götürürük, müxtəlif nitq hissəsinə aid oldu. Bar. Bar sözü, məsəl üçün, ağac bar verdi bu mənada. Yəni, meyvə, məhsul, bar almaq, bar götürmək bu mənaları verir. Sonra klassik ədəbiyyatda bar sözü yük, ağırlıq mənasını verir ki, o da yenə isimdir. Yəni, bütün məna tayları bar sözündə nədir? İsimdir. İkini götürməyəcəm. Dolu, dolu, kök, sifət, bir də dolu yağdı, isim. 1-3-ü götürdüm. Sonra kök, kök var, nə? Kök, arığın əksi. Necə? Bir də kök, yer kökü isim. Deməli, burada cavabım oldu 1, 3, 4, cavab A. Davam edirik 85-ci sözlə bağlı. Gümrah sözünün sinonimləri hansı cərgədə verilmişdir? Gümrah nə deməkdir? Sağlam, çevik. Elə cavab A olacaq. Qoçaq, igid, gülərüz, nurani, qıvraq, zirək, heç bir bənd uyğun gəlməyəcək. Elə burada 85-də cavabımız olacaq A bəndi. 86. Əhvalat sözünün leksik xüsusiyyətləri ilə bağlı harada səhvə yox. Əhvalat sözünün antonimi deyir, yoxdur. Bəli, bu sözün antonimi yoxdur. Termin kimi işlənmir. Bəli, termin kimi işlənmir. Sinonimi yoxdur. Sinonimi var. Niyə? Əhvalat sözünün sinonimi var. Əhvalat ilə hadisə deyə bilərik, qəziyyə deyə bilərik. Sözün sinonimi var. Leksik və qrammatik məna maaşları doğrudur. Omonim deyil. Bəli, omonim deyil. Mehriban sözünün leksik xüsusiyyəti ilə bağlı səhvi tapın. 87-də. Antonimi qəddarlıq sözüdür. Uşaqlar, mehriban sözü necə sualına cavab verir və sifətdir, düz deyilmi? İndi bizə A variantında deyir ki, antonimi qəddarlıq. Lıq şəkilçisi qəddar sifətdir. Sifətdən də isim yaratdı. Qəddarlıq sözü isə isimdir. Yəni demişdik ki, sinonimdə məna taylarından biri sifət, biri isim olarsa, o sinonim sayılmır və yaxud da antonim sayılmır.
Əks mənalı söz ola bilər. Amma antonim olması üçün bu sözün məna tayı da, digər məna antonimi qarşılığı da yəni sifətsə sifət olmalıdır, isimsə eynən diksiyasına aid olmalıdır. Amma qəddarlıq isimdir, mehriban sifətdir. Bu necə antonim olsun? Elə səhvimiz A variantı oldu. Səmimi, istiqamlı sözlər sinonimdir, düzdür, tək məna sözüdür, düzdür, hamı tərəfindən başa düşülür, bəli, homonim deyil, bəli. 88. Böyük otaq bir də böyük vəzifə birləşmələrindəki böyük sözün leksik mənasına görə nədir? Çox mənalı. Böyük vəzifə deyəndə böyük otaq həqiqi mənadadır. Otağın böyüsü kiçik olur. Amma vəzifə böyük vəzifə deyəndə onun belə deyim də otağın böyüklüyü mənasında olmur axı. Çox mənalıdır, məcazi mənadadır. Qəlbinə dəymək frazoloji birləşməsinin antonimi. Qəlbinə dəymək frazoloji birləşməsinin antonimi nə olacaq? Könlünü almaq. Kimsə qəlbinə dəyərsən, sonra onun könlünü alırsan. Antonim. Oldu burada da cavab A. 90-cı sualda mətin sözünün nizah hansıdır? Uşaqlar, var mətin. Mətin. Bir də var mətin. Bax, mətin ilə yazılan nə deməkdir? Dözümlüdür mənasını verir mətin. Dözümlü adamdır, çox mətin adamdır. Bir də mətin. Bizim testlərdə mətinlər düşür. Mətin işləyirik. Bu nə deməkdir? Yazılan nitqin bir parçasıdır. Dözümlü mətindir, igiddir, mətin sözlərini verir. Amma yazılan nitqin bir parçası mətin. Bir hecadan ibarət olan. 91-ci suala baxırıq. 91-ci sualda bizdən nə soruşulur? Deyir ki, cümlələrdə altından xətt çəkilmiş sözlər əsasında cədvəldəki uyğunluqları müəyyən edir. Həqiqi məna, məcazi məna. Baxırıq. Quyunun dərinliyi 10 metrə yaxın idi. Düşmən elçisinin qarşısına soyuq çay qoydular. Həqiqi mənadadır. Bax, həqiqi mənada işlənib. 1. Quyunun dərinliyi həqiqi məna. Həqiqətən də quyu dərin ola bilər, dayaz ola bilər. Sonra düşmən elçisinin qarşısına soyuq çay, isti çay, bunlar həqiqi mənadadır, yerindədir. Şirin tələbəlik illəri. Şirin çay olsaydı, deyərdik həqiqi məna. Şirin tələbəlik illəri məcazi mənadadır, 3-ü götürmürük. İndi məcazi mənalı sözləri 4 ilə 5-dən tapmalıyıq. İsti hava tikintidə gedən işləri ləngidir. İsti hava həqiqətən də isti olur, həqiqi mənada. Amma bizə məcazi mənalı söz lazım idi, buna uyğun. Bu getdi. İstirahət günləri burada insan dalğası müşahidə olunur. İnsan dalğası, dənizin dalğası həqiqidir, amma insanın dalğası məcazi mənadadır. Cavabım oldu 1, 2, 5 deyə bəndə. 92-ci sualda deyir ki, leksik mənası olan ay sözü ilə bağlı doğru fikirləri. Burada nəyə görə deyir leksik mənası olan ay? Ay var nida, ay qolum əzildi. Ay istifadə edirik də, bu nidadır. Amma deyir leksik mənası olan ay, artıq sən nidanı düşünə bilməzsən. Leksik mənası olan ay hansıdır? Axşamlar çıxır göydə, səmada ay, yerin peyki. Bir də ki, ay var, sentyabr, oktyabr, noyabr, dekabr. İndi deyir, qrammatik mənası da var. Ay sözünün həm leksik mənası var, həm də qrammatik mənası var. Bu düzdür. Biri götürürük. Sonra yerinə görə köməkçi söz kimi də işlənə bilər. Xeyr, yerinə görə köməkçi hissəsi işlənə bilər, bəli. Amma bizə deyir ki, leksik mənası olan, axı köməkçi hissənin leksik mənası yoxdur. Ona görə 2-ni götürmürük. Cümlədə sual cavab verə də bilər. Zaten cümlədə suala cavab verir də. Bizə təkcə yazsaydı ki, ay, bax, buradan bu tərəfə yazsaydı, bunlar olmasaydı, yazsaydı ki, ay sözü ilə bağlı doğru fikirləri müəyyən edin, o zaman 2-ni də götürərdim, 3-ü də götürərdim. Amma mənə konkret olaraq deyir ki, nidanı düşünmə, deyir, leksik mənası olan aydan danışıram. Ay qolum əzildi, ay filan kəs belə dedi, ay filan kəs elə dedi. Buradakı dilimdə istifadə edim ay nidadır, leksik mənası yoxdur. Və bizə burada deyir ki, leksik mənası olan aydır, sən tap. Nidanı tapma. Cümlədə suala cavab verə də bilər. Də, yəni həm verə bilir, həm verə bilmir. Bu da dədir, o deməkdir. Bu da yanlışdır. Yanlış deyil. Yəni suala cavab da verə bilər, doğru fikirdir ay sözü.
Hiss həyəcan bildirir. Xeyr, nida deyil, hiss həyəcan bildirsin. İlim bölündüyü 12 hissədən hər biri. İlim bölündüyü 12 hissədən hər biri. Bunu da belə götürə bilərik. Cavabım oldu 1, 3, 5. Cavab C. Əslində buradakı dadə düzgün qeyd olunmayıb, burada dadə olmamalıydı. Neyse, 93-cü suala baxırıq. 93-cü sualda deyir ki, hansı bəddə kursivlə verilmiş sözlər bir-birini əvəz etsə də sinonim deyil. Kursivlə verilmiş sözlər hansıdır? Bax, görürsünüz, bununla bu fərqlənir. Bu kursivlə yazılıb, bunlar isə normal şriftlə yazılıb. Savaş meydanları, döyüş səhnələri. Bax, savaş, döyüş bir-birinə münasibətdə sinonimdir. Çox düşünmək, xeyli çalışmaq, hər ikisi bir-birinə sinonimdir. Çox, xeyli. Əli açıq adam, səxavətli. Səxavətli, əli açıq bir-birinə nədir? Sinonimdir. İrəlidə dayanmaq, qabaqda gözləmək. İrəli, qabaq, eyni şeydir. Uşaqların əksəriyyəti, bir də ki, uşaqların çoxu, əksəriyyət. Nitq hissəsinə görə fərqlənir. Çox saydır, əksəriyyət isə isimdir. Nitq hissəsi fərqli olduğuna görə biz bunu sinonim götürə bilmərik. 93-də cavab E olacaq. 94. Deyir, isti, soyuq, savadlı verilmiş sözlər uyğunluğu müəyyəndir. Bir-biri ilə antonim olsun, əks mənalı ifadəsin. Baxaq. İsti, soyuq nədir? Bir-biri ilə antonimdirmi? Bəli, 1-ə A. Bir-biri ilə antonimdir. Sonra, əks mənalar ifadə etsələr də antonim deyil. Savadlı, savadsız sözləri əks mənalı olsa da antonim deyil. Çünki bunların kökləri savad. Hər ikisinin kökü savaddır. Kökü eyni olsa antonim deyil. Bir-birinə əksdir, amma antonim deyil. Deməli, bunu da 2-yə də nə yazmalıyam? 2-yə də B-ni yazıram. Sonra, tərkibindəki şəkilcilər antonimdir. Elə 2. Baxın, tərkibindəki şəkilcilər antonim. L-la sız bir-birinə antonimdir. Bu da gedəcək hara? Elə 2-yə. 2-yə C yazırıq. 3. Daha doğrusu D. Yaxın mənalıdır. İgiddir, qoçaqdır, nədir? Yaxın mənalıdır, düz deyilmi? 3-ə də yazacaq D. Nitqdə yersiz təkrarların qarşısını alır. Sinonimlər demişdik nədir? Nitqdə yersiz təkrarların qarşısını alır. İgid, qoçaqda elə E. Deməli, 1A, 2C, BC, 3-də DE. Harada var? Baxaq. Burada yoxdur, 1A yoxdur. Bu da 1A-nın başlanmır. 1A, E ilə D, sonra 2B, C, D, E. Deməli, tam doğru cavabımız olacaq D variantı. 95-ci sual. 95-ci sualda deyir, əzizinəm gül əllər. Gül barmaqlar, gül əllər. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Altından xətt çəkilmiş ifadələrlə bağlı yanlış fikir. Əzizinəm gülərlər. Frazoloji birləşmə deyil axı. Gül barmaqlar, gülərlər. Frazoloji birləşmə deyil. Frazoloji birləşmədir yazıb. Deməli yanlışdır. Bir leksik mənanı bildirir. Axı frazoloji birləşmə deyil, bir dənə leksik mənanı bildirsin. Bu da səhvdir. 1, 2. Tərkibindəki sözlərdən bəziləri məcazi mənalıdır. Aha, düzdür. Əzizinəm gülərlər, gül barmaqlar, gülərlər. Gül əl olurmu, gül barmaq olurmu? Düzdür. Omonim kimi işlənə bilər. Bəli, gül sözü, məsələn, onu gülmək, bir də ki, gül çiçək mənasında omonim kimi işlənə bilər. Deməli, 1 ilə 2 oldu, cavabım D. 96. 96-da deyir ki, dil boğaza qoymamaq ifadəsi ilə bağlı doğru fikirlərə mən dil boğaza qoymaq frazeoloji birləşmədir. Baxaraq, susmamaq ifadəsi ilə əvəz edilə bilər. Bəli, dil boğaza qoymamaq o demək ki, susmur da bu adam. 1. Dilotu yemək ifadəsi ilə frazeoloji sınır. Dilotu yemək də çox danışmaqdır. Dili boğaza qoymamaq da çox danışmaqdır. Bunu da götürdüm. Tərkibindəki sözlər öz həqiqi mənasını saxlayıb. Frazeoloji birləşmə öz həqiqi mənasını saxlamır. Gözü tox, yəni yanlışdır. Gözü tox olmaq ifadəsi frazeoloji antonim ola bilər. Gözü tox olmaqla dil boğaza qoymaq niyə antonim olsun ki, səhvdir. Sabit söz birləşməsidir. Sabit
söz birləşməsidirmi? Bəli, frazeoloji birləşmələr sabit söz birləşmələri. Var sərbəst söz birləşmələri, var sabit söz birləşmələri. Sabit söz birləşmələri frazeoloji birləşmələrdir. Cavabım 1, 2, 5, cavab Y. 97-ci suala baxırıq. Deyir, hansı cümlədə frazeoloji belə işlənmişdir? Su buz kimi soyuqdur, burada həqiqi mənalı sözdür. Havadan yosun iyi gəlir, həqiqi mənada olan sözdür. Kitabı cırılmış görəndə özünü itirdi. Özünü itirmək nədir? Frazeoloji birləşmə. Cavab C. Şəlalənin səsi çox uzaqdan eşidilirdi. Düzdür, Mahmud Kaşqarı bir neçə dil bilirdi. Bu da düzdür. Cavabım cavab 97-də C. 98-ci sual. Deyir, nümunədə işlənmiş almaq feilini ifadə etdiyi məna çalarların ardıcıllıqlarını müəyyən edin. Yəni, buradakı sözlərdə almaq feili hansı mənanı verir? Keçən həftə göndərdiyim məktubu bugün aldım. Yəni, bugün nə edim? Götürdüm, qəbul elədim. Deməli, bura yazıram 2. Növbəti sözə baxın. Neftdən alınan məhsullardan məişətdə geniş istifadə olunur. Neftdən alınan məhsul nə deməkdir? Neftdən istehsal olunan, hazırlanan. Deməli, bura 3 gəldi. Sonra başını duman alan dağları seyr etməkdən doymurdu. Başını duman alan dağlar nə deməkdir? Yəni, dağlara dumana büründü, əhatə elədi. Bu mənanı verir. Bura yazıram 4. Bir çox kəndləri, şəhərləri alan sərkərdə indi çətin vəziyyət ürəkdir. Kəndləri, şəhərləri alan sərkərdə, yəni zəbt edən sərkərdə. Burada 1. İndi bunları düzey ardıcılığına. Birinci 2 gəldi, sonra 3 gəldi, sonra 4 gəldi, 1 gəldi. Bu harada var? 2, 3, 4, 1 cavab. İndi eynən keçmək feilinin ifadə etdiyi mənaçaların ardıcıllığını müəyyən edin deyir. Baxırıq, xaricdə təcrübə keçmiş tələbələr bu həftə vətənə qayıdacaqlar. Təcrübə keçmiş, sirayət etmək, qoşulmaq, yerinə yetirmək, irəliləmək, yer dəyişmək. Bunlardan hansının mənasını verəcək? 2. Yerinə yetirmək. Yəni, xaricdə təcrübə keçmiş tələbələr deyəndə, yəni xaricdə təcrübəni başa vurmuş, keçmiş, başa vurmuş, yerinə yetirmiş tələbələr mənasını verir. Bura 2 yazırıq. Bu küçəni keçəndə ehtiyatlı olun. Bu küçəni irəliləmək, yer dəyişmək mənasını verəcək. Düz deyilmi? Bəli. İrəliləmək, yəni bu küçədə irəliləyəndə ehtiyatlı olun. Bura 1. İlqar qarşı komandaya keçəndə, yəni İlqar qarşı komandaya qoşulanda, birləşəndə, bura 3 yazıram. Musiqiyə və şeirə həvəs ona atasından keçmişdi. Yəni sirayət etmişdi, ötürülmüşdü. Burada 4 yazırıq. Deməli 2, 1, 3, 4. 2, 1, 3, 4 harada var? B variantında. 100-cü suala baxırıq. Deyir ki, cümlələrdə fərqləndirilmiş frazeoloji birləşmələrin məna ardıcıllığını müəyyən edin. Sirkan kolları basmış meydança gözümdə canlanar. Mən hey göyə baxdım, göy mənə baxdı, yollara baxmaqdan gözlərim axdı. Telli həyətin hər tərəfinə göz gəzdirdi. Adamlar göz oxşayan sarı qıpqırmızı bənövşəyi çiçək xiyabanı ətrafına dolaşdı. İndi baxaq, sirkan kolları basmış meydança, sirkandır yoxsa bu sirkandır? Dəqiqləşdirərik. Meydança gözümdə canlandı. Gözümdə canlandı nə deməkdir? Yəni təsəvvürünə gətirmək, xəyalına gəlmək. Deməli, bura 3 yazıram. Mən hey göyə baxdım, göy mənə baxdı, yollara baxmaqdan gözlərim axdı. Yəni gözlərim yumuldu, örtülmək. Bura 1. Telli həyətin hər tərəfinə göz gəzdirdi. Yəni gözdən keçirdi, nəzər saldı. Bura 2. Adamlar göz oxşayan sarı, qırmızı bənövşəyi çiçək xiyabanı ətrafında dolaşırdı. Bu da ürəyə yatmaq. Göz oxşayan, ürəyə yatmaq, xoşu gəlmək. Burada 4 yazdım. Deməli, ardıcıllıq necə oldu? 3, 1, 2, 4. 3, 1, 2, 4 haradadır? Cavab B.
101-ci sualla davam edirik. Deməli, frazeoloji birləşmə verilib. Baxın, bir dənə frazeoloji birləşmə burada, bir dənə də burada. Bunların sinonimi və antoniminin işləndiyi nümunəni istəyir. Baxırıq. Könlünə yatmaq sinonimi işlənməlidir. Bədii ədəbiyyat mütaliə etməkdən Nigarın xoşu gəlirdi. Bax, xoşu gəlmək, könlünə yatmaq, bunlar bir-birinə sinonim deyilmi? Deməli, bir yerindədir. Sonra könlünə yatmağın görə ikidə də mənası var. Balaca Aysun mağazada gördüyü güllü donu bəyəndi. Burada ümumiyyətlə frazeoloji birləşmə yoxdur. Axı, mən bunu 2 götürmürəm. Sonra antoniminə baxıram. Könlünə yatmağın antonimi işləndiyi tənbəl və məsuliyyətsiz insanlardan mələyin zəhləsi getmək frazeoloji birləşmə, könlünə yatmaq, xoşu gəlmək frazevinin əksidir. Deməli, bu antonimidir, düz işlənib. Sonra baxırıq üçə, qəlbinə dəymək sözünün sinonimi olmalıdır. Səma anasını incitməmək üçün onun hər dediyinə əməl edirdi. Yəni, burada incitməmək həqiqi mənada anasını incitməmək, qəlbinə dəymək frazeoloji birləşmədir. Frazeoloji birləşmənin sinonimi də elə frazeoloji birləşmə olmalıdır. Ona görə 3-ü götürmürəm. 5-ə baxıram. Aygül rəfiqəsinə xoş sözlər deyərək onun könlünü aldı. Qəlbinə dəymək, könlünü almaq antonimdir. Bunu da götürdüm. Deməli, nəyə götürdüm mən burada? 1, 4, 5. 1, 4, 5 harada var? A variantında. 102-ci sual. Deməli, 102. Eyni hissəsinə aid homonimdir, müxtəlif hissəsinə aid homonimdir və uyğun fikirlər istəyir. Acı, kürək, saç. Saçı mən izah eləmişdim. Saç, başımızda olan tük, saç mənasında, bir də saçmaq feil. Eyni hissəsinə aid olma da müxtəlif hissəsinə aiddir. Biri feil oldu, biri də isim oldu. Deməli, 3 harda var? B getdi, E getdi, C getdi. Qaldı 2 variantım. Ya 1, 4, 5-dir, ya 2, 4, 6-dır. 4 də artıq özü çıxıb cavab olaraq. Kürək var, kürək, insanın kürəyi. Bir də var, torpağı falan atmaq üçün ağacdan düzəlmiş uzun dəstəkli alətdir də, ona kürəklə qaratmaq, samanı kürəklə yığmaq bu mənanı. Deməli, bunlar eyni hissəsinə aid oldu. İnsanın kürəyi ilə bu kürək, alət kürəyi hər ikisi isim oldu. Deməli, eyni hissəsinə aid oldu. 2-ni götürəcəm buradan. Sonra müxtəlif hissəsi var. Don, köynək, don. Bir də ki, donmaq feil. Bunu götürdüm. Sonra nəticə. Deyir, nəticə neçə bal oldu? Nəticə. Deyirsən ki, məsələn, filan bal. Nəticədə nə oldu? Bir də ki, nəvə nəticə mənasında eyni hissəsinə aid oldu. Buruq, neft buruğu. Bir də buruq saç, necə saç. Müxtəlif hissəsinə aid oldu. 2, 4, 6 cavab D. 103-cü sualımıza baxırıq. 103-də nə istəyir? 103-də deyir ki, verilmiş cümlədə üzərində rəqəm yazılmış sözlər əsasında doğru fikirləri müəyyən edin. Qoca sağ əlində kömür kimi qaramış köhnə bir taxtada tutmuşdu. Feillə homonimliyi mövcuddur. 6 dənə. Bəli, sağ, sağımız, solumuz. Bir də ki, deyirik sağ əl, sol əl bu mənada işlənir. Bir də ki, inəkləri sağmaq mənasında və yaxud da sağlam mənasında sağ adam homonimdir və feillə homonimliyi mövcuddur. Deməli, biri götürdüm. Çox mənalı sözdür. Sağdır, əlində kimi, köhnə, dadə, tutmuşdu. Bunların çox mənalılığın varmı? Bəli, çox mənalı söz olacaq. Məsəl üçün, hansı söz çox mənalı olacaq burada? Əlində kömür kimi. Məsəl üçün, kimi. Sinonim, yox, kiminin sinonimliyi vardır. Bizə lazımdır çox mənalı. Tutmuşdu, 6.
Yox, gəlin biz bu testdə bu cür yanaşaq. Bunları silək. Burada birinci sözlə bağlı bir sağ fe'l homonimliyi var. Bəli, var. Biri götürdük. İkinci söz əlində sözü. Əl sözü çox mənalı sözdürmü? Bəli. Çox mənalı sözdür. 2-ni götürdüm. 3 kömür kimi deyir. Sual əvəzliyi ilə homonimdir. Sual əvəzliyi ilə kimi qoşması homonim deyil. Qeyri-müəyyən əvəzliyi ilə qoşma homonim olur. Sual əvəzliyi də kimi sözün kökü kimdir? Başlanğıc forması kimdir? Amma qoşmada başlanğıc forma belədir. Ona görə bunlara biz homonim deyə bilmərik. 3 getdi. 3 harda var? Getdi. A-da getdi, D-də getdi. Dördüncü söz nədir? Köhnə. Köhnə antonim sözü var. Bəli, təzə. 1, 2, 4. Bağlayıcı ilə homonimdir. 5-ci sual. Dadə, taxtada. Elə zaten bu özü bağlayıcıdır. Necə bağlayıcı ilə homonim olsun? Məcazi mənada işlənə bilmir. Tutmuşdur. İşlənə bilir. Bilmir deyil, amma işlənə bilər. Deməli, cavabım nə oldu? 1, 2, 4. Cavab C. 104-cü sual. Deyir ki, ay onun kədərli üzünə solğun bir nur çiləyirdi. Ay onun kədərli üzünə solğun bir nur çiləyirdi. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri. Doğrudur, yanlışdır. Tünd qara hərflə verilmiş sözün həm əsas, həm də köməkçi infiksiyası ilə homonimliyi var. Bəli, tünd qara hərflə verilmiş ay sözüdür. Bayaq demişdim. Ay əlim əzildi deyirik. Nida. Bir də ki, ay səmada görünən yerin peyki və yaxud da aylar, sentyabr, oktyabr. Bəli, söz həm əsas infiksiyasının, həm də köməkçi infiksiyasının homonimliyi təşkil edir və qrammatik homonim adlanır. Biri götürdüm. Çərçivə daxilindəki söz çox mənalıdır, homonim ola bilmir. Bu söz həm çox mənalıdır, həm də homonimdir. Üz sözü insanın üzü, bir də ki, necə mənada istifadə edə bilərik? Yox, bu söz homonimliyi yoxdur. Bu söz çox mənalıdır. Homonimliyi ola bilirmi? Var. Üzmək. Dənizdə üzmək. Bir də ki, insanın üzü. Düzdürmü? Çərçivə daxilində söz çox mənalıdır. Homonim deyir, ola bilmir. Axı homonim oldu. 2-ni götürməyəcəyik. Yanlış fikri seçməliyik. Yanlış. Altından xətt çəkilmiş sifətin həm sinonimi, həm də kədərli sözünün qəmli, kədərli necə olacaq? Sinonim olacaq. Antonimi də olacaq sevincli. Bu doğru fikirdir, amma mənə yanlış fikir lazımdır. Leksik mənası olmayan sözün homonimliyi yoxdur. Leksik mənası olmayan sözün homonimliyi. Leksik mənası olmayan söz hansıdır? 1. Solğun bir nur çiləyirdi. Burada ədatdır. Həmçinin 1, 2, 3 sayımız var. Onunla da homonimdir. Yanlış fikirdir. Cavabımız oldu burada da B. 105-ci suala baxırıq. Bunlar artıq açıq tipli suallardır. Açıq tipli suallarda dərsdə baxarıq. 10 dənə sualdır. Bu 10 dənə suallardan nələri səhv vurmusunuzsa dərsdə deyərsiniz, izahını verərəm. Sağ olun, salamat qalın. Növbəti dərs